Ölkədə əmək haqqında cinsə görə ayrı seçkiliyin qarşısı alınacaq. Bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliklərə əsasən işə götürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqı ödəməyə borcludur. Millət vəkili Vüqar Bayramovun sözlərinə görə Beynəlxalq Əmək Təşkilatının 100 nömrəli konvensiyasına və Avropa Sosial Xartiyasına uyğun olaraq kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əmək haqqı verilməsi tam təmin olunmalıdır. Lakin mövcud qanunvericilikdə bu prinsip yalnız eyni və ya oxşar işlər çərçivəsində tətbiq olunur və daha geniş anlayışı əhatə etmir. Qanuna edilən dəyişikliklər təsdiqini taparsa, cinsindən asılı olmayaraq bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əmək haqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədi ilə ödənilən digər maddi ödənişlər eyni ödəniləcək.